Ne kız vaxtı yüzümüze baxan oldu, ne de ərə gələndən sonra bir şey gördük. Belə də yaşayış olar. Ne qarnımız bir gün bir şey görmür, ne de ki, nabzıma gəlmişdir, tövbə, estağfurullah. Az ne donqurluysan az boy. İmkan ver də 5 dəqiqə dincələ. Buna da sən o daş dəymiş ayı potas kimi mır mırılıyır. Dincəl, belli qurmuş. Mən də dincəlmək istəyirəm da. Bir vaxtın olanda hərdən bizi də bir... Hə, nə səni? Hə, səni, nə? Sən də mən dincətməliyəm. Bu, əlindən amca bir git dincəl da. Daş başıya, əlimə nəsə dəyir ki, bir əlimdən də alasan. Az nə istəyirsən? Az imkan ver başımızın milçəyini qoruyaq da. Bu nə də? Səhər tezdən çıx git işə, hambal kimi işlə. Axşam da gəl evə. Gələn kimi də muğamata qulaq as. Az bir imkan ver, az bir imkan ver. Ha sən gecə adam qaravatda da qoymuşsan, ne dincələk? İmkan verimsən, ne dincələk? Aynen ya. Bir kişi ol sən də işələn da. Elə bir dədəm evindən məni gətirmişsən, turşu qoymağa, xiyar turşusu, bankalamağa. Bəlkə işələnirəm sancım var, bir yerim ağrıyır. Az başımı ağrıtma, az. Sən ağrıyan yerini mən qayırmalıyam ki. Özüm başdan əvvəl sınıf tökürləm, elə gücüm çatsa özümü düzəltdirərəm da. Səni düzəlbəs halım qadım yoxdur mən, əl çək. Küs sən kişi başıya. Biz dərdimizi bəs kimə deyək, hə? Yaxşı, qarnımızı doyuzdura bilmirsən. Heç olmasa zadımızı doyuzdur da. Gözümüzü çəkək də bu seriallardan. Abala, az əl çək. Əl çək da, əl çək. Mən soğan ajitərə yeyib, sənin gözünü, sənin gödənini doyzduramaram. Başa düşdün? Məndə hal yoxdur, hal yoxdur. İşsiz adamda, pulsuz adamda hal olur. Mənim qalxıb düşəsi halım yoxdur. Əl çək.